Uşaqda olan əməkdaşımız Şahnun Qasımova məlumat verəcək. Şahnun, buyurun, eşidirik sizi. Bəli, biz hazırda Pirşağı ərazisində Xəzərin sahilindəyik. Burada demək olar ki, hər addım başı quş cəsədləri ilə qarşılaşırıq. Quşların bu cür kütləvi tələfatı isə ciddi narahatlıq doğurur. Çünki bu həm ekoloji, həm də insan sağlamlığı baxımından təhlükəli hesab olunur. Hazırda isə yanımda müsahibim ornitoloq Əbülfəz Tağıyev var. O bizə bu barədə daha ətraflı məlumat verəcək. Əbülfəz bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Ümumiyyətlə, son vaxtlar bu cür quşların kütləvi tələfatının əsas səbəbi nədir? Pirşağı sahilində durduğumuz ərazidə mart ayında bu say kütləvi hal alıb. Bundan əvvəl də mən bu ərazilərdə müşahidələr aparmışam, bu qədər quş olmur. Görürsünüz, hər addım başı deməli bu böyük batağan növlərinə rast gəlmək olur. Çoxdur, həddindən artıq çoxdur. Təbii ki, bir faktora görə bunun ölüm səbəbini araşdırmaq mümkün deyil. Burada kompleks parametrlər var. Deməli, onlara görə deməli bunları analiz etmək lazımdır. Qlobal iqlim dəyişimliyindən tutmuş, parasitar xəstəliklər, qida çatışmamazlığı, qida zəncirində deməli halqanın zəiflənməsi, sonra balıqçılıq torları var. Bax, burada olduğumuz müddətdə də bir neçə balıqçı gəmiləri getdi əraziyə. Çoxlu torlar var burada. Tora düşmüş quşlar ola bilər, boğulmuş quşlar, yəni suda tora ilişirlər, qalırlar. Hətta mən müşahidə elədim burada bir neçə növün ayağı kəsilmişdi. Mənə belə gəldi ki, yəqin balıqçı həmin o tora ilişmiş quşun ayaqlarını kəsib ki, tordan rahat onu azad eləyə bilsin. Bilirsiniz, qida zəncirində çox böyük çətinliklər yaranıb. Deməli, bunlar əsasən balıqla qidalanırlar, xırda ölçülü balıqları, xüsusilə kilkələrlə. Kilkənin miqdarı azalıb kifayət qədər, ildən ilə azalmaqda davam eləyir. Bunların qidası, balığın qidası kilkənin, digər xırda balıqlar hansı ki, bu böyük batağan qidalanır, onun qidasının əsasını deməli, balığın yediyi zooplanktondur. Zooplankton azalıb. Onu balıq yedi, balığın sayı azalıb. Balığı bu quşlar yerdi, bu quşların deməli balıq yoxdur, azalıb. Bax, buradan bir xəstəlik ola bilər, bir ölüm səbəbi ola bilər. Digər, deməli, parasitar xəstəliklər ola bilər və balıqçı torlarına düşən fərdlərin sayı çox ola bilər. Bax, bu sayın çoxluğu mart ayında daha çox olub. Martdan qabaq da mən bu ərazidə olmuşam. Bu qədər, yəni, ölüm halı yox idi. Bir də miqrasiya yolunda ola bilsin ki, bu böyük batağanların bəzi nümayəndələri miqrasiya yolundadır. Bu da müəyyən problem yarada bilər, yəni sayın artmasına səbəb ola bilər. Dediniz ki, bu batağan növüdür. Yəni, bunların hamısı batağan növünə aiddir? Bunlar deməli hamısı böyük batağandır. Böyük batağandır. Bunlar sırf su quşlarıdır. Sutkanın bütün günü suda olurlar. Bunlar hətta quruda gəzə bilmirlər. İstirahat üçün gəlib quruya çıxsınlar, yox. Açıq dəniz sahəsidir. Həm soyuq, küləkli hava, qidanın çatışmamazlığı. Bax, bütün kompleks parametrlər bu quşun ölümünə səbəb olur. Çox sağ olun Əbülfəz bəy, ətraflı məlumatınız üçün. Bəli, bizim sizə elə bu ərazidən çatdırmaq istədiyimiz məlumatlar bunlar idi. Söz sizdədir. Əməkdaşımız Şahnun Qasımova Pirşağı sahillərində quşların kütləvi ölüm halının qeydə alınması ilə bağlı son məlumatları çatdırdı.